Əl-Əla surəsi 19 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə, ən uca olan Rəbbinin adını pak tutub şəninə təriflərdir. O Rəbbin ki, xəlq etdi və nizama saldı, müddətini əzəldən müəyyən etdi və yol göstərdi. Torpaqdan yamyaşıl otlar çıxartdı, sonra da onu qara çör-çöpə döndərdi. Biz sənə Quranı oxudacağıq və sən unutmayacaqsan, yalnız Allahın dilədiyindən başqa. Şübhəsiz ki, o, aşkarı da, gizlini də bilir. Biz sənə ən asan olanı müyəssər edərik. Əgər nəsiyyət etmək fayda versə, öyüd nəsiyyət ver. Allahdan qorxan kimsə mütləq öyüd nəsiyyət qəbul edəcəkdir. Bədbəxt isə ondan qaçacaqdır. O, ən böyük oda girəcəkdir. Orada nə öləcək, nə də yaşayacaqdır. Təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar. Lakin siz, ey insanlar, dünyanı üstün tutursunuz. Halbuki ahirət daha xeyirli və daha baqidir. Həqiqətən bu deyilənlər əvvəlki kitablarda mövcuddur. İbrahimin və Musanın kitablarında.